Hudəyə. Hə hərfi boğazın aşağısından çıxarılır. Dəl hərfi 2 səs qədər uzadılacaq. Yə də incə samitdir. Hudəyə. Fələ. Fə incə samit. Lə. 2 səs qədər qaldırılacaq. Xavfun. Xavfun. Xa hərfi qalın hərfdir. Ondan sonra sükunlu vav gəlir, diftonq olacaq. Xavfun. Xavfun. Burada fə incə samitdir. Nun. Burada tənvin zəmmə var. Buradakı nun səsi izhar olacaq. Xavfun. Burunda. Xavfun. Aleyhim. Aleyhim. Aynı hərfi boğazın ortasından çıxarılacaq. Ləm incə samitdir. Yə incə samitdir. Üstündə 2 saniyə müddətində qalıb yəni izhar edəcəyik. Aleyhim. Burada hi incə oxunacaq. Hə hərfin məxrəci boğazın aşağısındadır. Mim izhar olacaq. Aleyhim. Ağız yumuldu. وَلَا هُمْ يَحْزَنُونَ وَلَا هُمْ يَحْزَنُونَ Vəf hərfinin məxrəci, dodaqlar qönçələnir, ə deyirik. وَلَا lə 2 səs. Hum, mim hərfi izhardır, ağız yumulur. Hum yəhzən